Başlayan kimi dərhal fars başlara deyək ki, İran qalib gəldi. Vəssalam. Sakitləşin, arxayınlaşın, İran qalib gəldi. Sakitləşdiniz. Vəssalam. İndi başlayaq normal adamlar üçün. Azərbaycan şəxsiyyətə salam. Müharibə bitmədi. Bu birinci time idi, bu birinci mərhələ idi, bu birinci nə idisə, round idi, fərq eləməz, adını nə cür qoyursunuz qoyun. Amma dərhal da bu 40 günlük hərbi əməliyyatlar başa çatandan sonra niyə görəsə bütün tərəflər başladı danışmağa ki, vəssalam, şüd tamam, müharibə başa çatıb, İran qalib gəlib, İran tərəfi, İran sevərlər və İran başlar, fars başlar dedilər ki, İran qalib gəlib. Yenə deyirəm, okey, problem yoxdur, sakitləşin. İran qalib gəlib, yaxşı. Tamam, inandım, tamam. Amerika o tərəfdən deyir ki, bəs Amerika administrasiyası deyir ki, bəs Amerika qalib gəlib, yaxşı. İsrail o tərəfdən bunların ikisinə baxır, deyir ki, dəxli yoxdur, biz qalib gəlmişik, yaxşı. No way, that's him. Watch the mustache, pal, it's him. Lord have mercy. Amma fakt, heç kim qalib gəlməyib, heç kim. Səbəblərini birazdan demək olar, amma başlamamışdan əvvəl yenə sizdən xahiş edirəm ki, bəs abunə olun. Abunə olmaqla həm videoların sayının artmasına kömək edəcəksiniz, həm dərhal qabağınıza çıxacaq ki, söhbət nədən gedir, necə gedir, kimi ilə gedir. Bütün bunların hamısını müəyyənləşdirmək mümkün olacaq. Əməliyyatlar gedən dövrdə bir sıra xudmani statistikaya nəzər salaq görək nə baş verdi. 13 mindən artıq döyüş uçuşu həyata keçirildi. Söhbət Amerika və İsrail hərbi hava qüvvələrindən gedir. Ərzindən 38 gün götürək də 40 deyirik, o Xameneyin rəhməti getməsi ilə də 40-ına uyğunlaşdırırıq. 38-40 gün ərzində 13 mindən artıq döyüş uçuşu həyata keçirilib. Bu uçuşlar ərzində İsrail bir dənə də olsun təyyarə itirmədi. Fars başlar yenə deyəcəklər ki, yox, bəs vurublar, vurulmayıb. Amerikanın təyyarələrinə gələndə isə ümumilikdə Amerikanın 10-12 ədəd, maksimum götürək, 15 ədəd, maksimum bir ama yerə də 15 ədəd təyyarəsini itirdi. Onlardan bir F-35 zədələnmişdi, gəldi, oturdu aviabazaya, F-15 vurulmuşdu, yandı, A-10 hücum təyyarəsini vurdular, gəldi Körfəzə qədər özünü çatdırdı və Küveyt ərazisində pilot katapult elədi. Ondan başqa yerdə dayanan təyyarələri İran vura bilirdi. Bu söhbət tankerlərdən, kəşfiyyat təyyarəsinə gelir ki, onları vurmaq imkanına malik idi, vururdu. Bu ümumiyyətlə göstərici deyil. Səbəb, İranın bütün aviasiyası vurulub və 3 ədəd təyyarəsi avia qalxmaq istəyirdi. 2 ədəd Su-24 və 1 ədəd Yak-130. O Su-24'lər də heç gəlib çatmamış, onları vurdular, dağıtdılar. Yak-130 yerindən tərpənməyə macal tapmamışdı, vurdular, dağıtdılar. İranın hərbi dəniz qüvvələrinin 95% sıradan çıxarılıb. Bunun müqabilində nə Amerikanın, nə İsrailin bir ədəd də gəmisi vurulmayıb. Yəni, fərqə qoyuram bütün bunların hamısını. Yerüstü bazalara gələndə, yenə də hesablasaq, İranda raket qurğuları, aeroportlar, infrastruktur, aviabazalar, hərbi dəniz qüvvələrinin bazaları, bütün bunların hamısı vurulub və bunun müqabilində Amerikanın və İsrailin maksimum 7-yə 8 bazası vurulaya vurulmaya. Onlar da ki, necə vurulmuşdu? Amerika öz qüvvələrini bazadan çıxarır, bazanın bomboş qoyur qalır yerində və həmin o boş bazanı vururlar. Vurulub, problem deyil. Yəni, bu nöqtəyə nəzərdən say baxımına götürəndə, yenə də burada nə inirsə elə, Amerika və İsrail öndədir. Say baxımından öndədir. Hərbi dəniz qüvvələrinin itkisi, hərbi hava qüvvələrinin itkisi, yerüstü bazaların itkisi, aerodromların itkisi, infrastrukturun itkisi. Amma niyə görə Amerika və İsraili burada qalib saymaq olmaz? Səbəb çox sadədir. Onlar operativ üstünlüyü strateji üstünlüyə çevirə bilmədi, alınmadı. İkinci bir tərəfdən İranın üstünlüyü nə idi? İranın üstünlüyü onun sona qədər dirənməsində idi. Dirəniş göstərdi və dirəniş göstərib bunun müqabilində təbii ki, ağ bayraq qaldırmadı. Müəyyən operativ üstünlüklər İsrail və Amerikada idi. Müəyyən mənəvi və ona da operativ üstünlük demək olar ki, həmin o üstünlük İranda idi. Və ona görə də hesab ola bilər məsələn 1-1 və yaxud 0-0. Ona görə deyirəm ki, bu birinci time idi. Bu ilə iş bitmir. Hələ Hörmüz boğazında baş verən hadisələr var ki, onlar barəsində mütləq danışacaq və söhbət Hörmüzün minalanmasından da gedir ki, bu özündə dərəcədə göstərir. Və ikinci bir tərəfdən yada salaq nəyi? 44 günlük müharibə.
Azərbaycan torpaqlarını işğaldan azad elədi və dərhal da işğaldan sonra kapitulyasiya aktını qoydu stolun üstə. 9 bənddən ibarət. Kimin yadından çıxıbsa onların yadına salıb. Və Prezident Əliyev, Prezident Putin və Baş nazir Paşinyan sonra onu imzaladılar. Və qəbul edilər ki, bəli, Ermənistan uduzub və Ermənistan bu uduzluğunun müqabilində bu aktları imzalayır, bu maddələrlə tanışdır və onları qəbul edir. Ermənistan bizə qarşı hansısa bir maddə, pakt və yaxud nəsə hansısa bir sənədlər irəli sürmədimi? Xeyr, sürə də bilmədi. Çünki tam məğlub olmuşdu. Burada isə hər iki tərəf öz sənədini qoyur ortalığa ki, məndə bu sənədlərdir, məndə bu sənədlərdir. Sən bunu imzalamalısan, mən heç nə imzalamayacağam. O birisi deyir ki, sən bunu imzalamalısan, mən heç nə imzalamayacağam. Ona görə də ortalıqda aləm dəyir bir-birinə və məhz hər iki tərəfin özünü qalib sayması çox gülünc görsənir, həddən artıq. Əslində qalsa, yenə deyirəm, burada heç kəs qalib deyil. Burada yalnız və yalnız söhbət birinci mərhələnin başa çatmasından gedir. Hələ qarşıda ikinci, üçüncü, bəlkə də 4, 5, 6-cı mərhələlər var ki, onlar həyata keçirilməlidir. Hərbi əməliyyatlardan söhbət gedir. Və bir məqamda sübut olundu ki, İranla heç bir halda və heç bir formada danışıqlara getmək olmaz. Yadınıza bir məqamı da salım. Bizdəki 44 günlük müharibə başa çatandan sonra İran dərhal tumanını çəkdi başına ki, vəssalam, Zəngəzur dəhlizini açmaq olmaz, bu bizim qırmızı xəttimizdir. Azərbaycan dərhal alternativ variant təklif edir ki, buyurun, problem yoxdur. Əgər Zəngəzur dəhlizi İran üçün qırmızı xətdirsə, İranın ərazisindən keçmək şərti ilə gəlin alternativ bir yol, dəhliz yaradaq, Zəngəzur dəhlizindən alternativ dəhliz yaradaq. Azərbaycan, İran, Naxçıvan, Türkiyə yolunu çəkək və bu yoldan istifadə edək. İndiyə kimi yadımdadır, o ilə bağlı biz uzun müddət elə işləyirdik, materiallar da hazırlayırdıq. Nə baş verdi? Ortalıqda hətta imzalanma da oldu, hətta bizim yüksək rütbəli dövlət rəsmilərimiz də İrana getdilər, sənədlər imzalandı, razığa gəlindi, amma sonda nə oldu? Sonda heç nə olmadı. Səbəb, İranla heç bir danışığa getmək olmur. Bir, İran dediyi sözün arxasında dayanmır. İki, İran imzaladığı sənədin altına qoyduğu imzaya belə hörmət eləmir. Üç, bizdən fərqli olaraq. Bizim hər bir imzamızın altında öz sözümüz, öz dediyimiz məqam var. İranda bu yoxdur. Və ona görə də indiyə kimi alternativ olaraq Zəngəzur dəhlizi hələ də işləmir. Elə ona görə də keçirilən həmin o Amerika və İran danışıqlarında heç nə əldə olunmadı. Hələ bu azmış kimi Hörmüz boğazı minalandı. Və Hörmüz boğazının minalanması indi də vəziyyəti çox ağır bir həddə gətirib çıxarır. Düzdür, həmin o ərazinin minalardan təmizlənməsi mümkündür. Bir tərəfdən həmin o əraziyə 2-3 gün bundan əvvəl hətta 2 Amerika esminetsinin həmin o ərazidə olması ilə bağlı məlumat da vardı. İran yenə də tumanın başına çəkdi ki, xeyr, həmin o ərazidə Amerika esminetsləri olmayıb, amma bir məsələ var. Onu mən sizə göstərmək istəyirəm. Söhbət nədən gedir? O Fly Radar 24 kimi belə bir proqramda var. Söhbət gəmilərin trekkingindən gedir ki, gəmilərin hamısının transponderi var. O transponderi yandırır və gedir. Bura Fars körfəzidir. Bura Hörmüz boğazıdır. Və bu ərazidə bu dəqiqə reallıqda baxanda görmək mümkündür ki, faktiki olaraq gəmilər keçmir. Reallıqda əslinə qalsa normal bir vəziyyətdə burada durmadan gəmilər hərəkət eləməlidir. Səbəb, istər Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İranın özü, onlarda olan bütün neftin daşınması bax bu boğazdan gəlib keçməlidir. Fikir verin, burada gəmilər var. Bu gəmilərin nə qədər böyük göstərirsə, məsələn, bax bu tankerdir. Fikir verirsiniz, özəl Yunanistan tankeridir. Göstərir. Amma kənarda dayanıb gördüyünüz kimi. Risk eləmir ora keçməyə. Buradan keçməyə imkan yoxdur. Bu gəmiyə baxa görə kimindir? Məsələn, reallıqda Çinin gəmisidir, boş gəmidir, gedir doldurmağa, ona icazə verilir getməyə. Və ərazidə əlaqədə söhbət boğazın bu hissəsindən keçir. Bax, fikir verin, bax, burada gəmilər daha çoxdur. Bu ərazidən tankerlər daha rahat keçə bilirlər, çünki bura daha dərindir. Bura dayazdır, buradan tankerlərin keçməsi təhlükəlidir. Amma bura isə dərindir və buradan tankerlər keçə bilirlər. Bu ərazi minalanıb. Özü necə gəldi minalar? Bu yenə də həmin o 44 günlük müharibə yadıma düşür. Ermənilər necə gəldi minalayıblar və bu dəqiqə həmin o bizim torpaqları minalardan təmizləmək nə qədər çətindirsə, İran da bu dəqiqə həmin o əraziləri necə gəldi minalayıb və ona görə də buradan gəmilərin keçməsi çox çətindir. İkinci bir tərəfdən İran deyir ki, qardaş keçməsi də kim keçdi vuracaq. O təhlükə də var. Və kim istəsə oturub bu gəmilərin gedişatına, trekkinginə, hansı istiqamətdə hansı gəmi gedir, hara gedir, hardan gəlir. Tüm bunların hamısı bax bu xəritə ilə izləyə bilər.
adı, informasiyası və s. və ilaxır. Məhz bu saytın hesabına burada bundan qabaq 2 ədəd boğazın bu tərəfində, yəni keçmişdi artıq. 2 ədəd Amerika esminçisi var idi. Başqa sözdən Amerika esminçiləri artıq bir dəfə orada keçib, ona görə də İran çox belə filan yerlərini yaxmasın, keçməyinə keçiblər və sonra təbii ki, geri qayıdıblar. Ərazinin minalanması çox ciddi problemdir. Danışıqların baş tutmamasını gözləmək lazım idi. Mümkün də deyildi ki, orada danışıqlar baş tutsun. Səbəb çox sadədir. Yenə deyirəm, hər iki tərəf özünü qalib elan elədiyindən heç kim başqa bir tərəfə öz şərtlərini diktə eləyə bilməzdi. Və bütün bunların fonunda İsrailin kənarda istər Amerikaya, istərsə də İrana belə gülə-gülə baxmasını da başa düşmək mümkündür. İsrail sadəcə olaraq məqamını gözləyir. İsrail bir tərəfdən artıq 400 minlik ordunun çağırılması və toplanması ilə bağlı qərarları qəbul etməyin bir addımlığındadır. İkinci bir tərəfdən İsrail bu dəqiqə yenidən təyyarələrini döyüşə hazır vəziyyətə gətirir. Eyni ilə həmin funksiya ilə Amerika məşğuldur. Flyradar 24-də də baxanda, əgər istəsəz onu da göstərə bilərəm. Flyradar 24-də də baxanda görmək mümkündür ki, Amerikanın bir sıra təyyarələri, söhbət yük təyyarələrindən gedir ki, onlar durmadan həmin o regionun üzərində uçuşlar eləyirlər. Məsələn, bu regiona baxırıq və bu regionda görmək mümkündür ki, İranın səması ilə də bomboşdur, heç kim uçmur. Amma burada tək başına uçan təyyarələrə baxanda bir sıra məqamları görmək mümkündür. İstənilən təyyarənin üstünə vurub, bu təyyarənin kimə məxsus olduğunu, hara getdiyini görmək olar. Düzdür, bu indi adi mülki təyyarədir, amma bu ərazilərdə uçan təyyarələri axtarmağa başlasaz, görəcəksiniz ki, burada artıq küllü miqdarda hərbi təyyarələr uçur. Yəni, kimə maraqlıdırsa, girsin, axtarsın, baxsın, Strato tankerlərdir, KS-135-lər, C-130'lar da yük təyyarələri bu dəqiqə bomboşdur. Təyyarələr Azərbaycanın üzərindən və Türkmenistandan keçmək şərti ilə və Səudiyyə Ərəbistanı Əman, Birləşmiş Ərəb Əmirləri bu zonadan keçməklə hərəkət edirlər. Kimə maraqlı gəlsə, axtarıb tapa bilər ki, bu dəqiqə bu regionda Amerikanın neçə ədəd hərbi nəqliyyat təyyarəsi var və onlar hansı istiqamətlərdə uçurlar, nə qədər yük gətirirlər və s. və ilaxır. Buna baxa görə bu kimdir? Bu Boeing'dir. Bu da yük təyyarəsi deyil, mülki təyyarədir. Amma axtarsaz tapacaqsınız. O 100%'dir. Tapmaq mümkündür. Yəni, nəyi demək istəyirəm? Konkret olaraq bu ərazidə heç nə sakitləşməyib və heç nə başa çatmayıb. Gözləyin. Növbəti hərbi əməliyyatları gözləyir. Çünki söhbət artıq Trump administrasiyasının və Trump'ın şəxsən dediyinə görə Hörmüz boğazının blokadasından gedir. Blokadanın özü nə deməkdir? İrana aid olan, İran bayrağı altında üzən, İranın limanlarından neft və qaz yükünü götürən, istənilən gəminin qarşısı alınacaq. Ona görə də İran tam blokadaya alınır. Venezuela'da olduğu kimi Venezuela öz neftini sata bilmirdi. Və həmin o hadisələr baş versə və salam İran üçün artıq vəziyyət getdikcə gərginləşir və avtomatik olaraq bu yenidən hərbi konfrontasiyaya gətirib çıxarır. Və yenə də həmin o ərazidə hərbi əməliyyatların başlamasını gözləmək lazımdır. İstisna etmək olmaz. Çünki hər iki tərəf bu dəqiqə yük və silah yığır. Çin İrana özünün yenidən hava hücumundan müdafiə sistemlərini gətirir. Amerika, Avropa və Şimali Amerikada olan yüklərini durmadan təyyarə ilə regiona daşıyır. İsrail özü üçün orada xısın-xısın hazırlaşır, hər şey qaydasına qoyur. Başqa sözlə, hər üç tərəf özünü qalib elan eləsə də, hər üç tərəf özü çox gözəl başa düşür ki, o qalib deyil və bu məsələdə qalib çıxmağın yalnız bir yolu var, əks tərəfi tamamilə kökdürmək. Bunun üçün artıq blokada, iqtisadi hücumlar işə düşür. Və ikinci bir tərəfdən həmişə demişəm və yenə də mənim üçün o artıq bir qızıl qaydaya çevrilir və sübut olundu. Əgər Amerika danışıqların başlamasını istəmirsə, Uitkovla Kuşneri danışıqlara göndərir. Həmin şəxslərdir ki, onlar heç vaxt danışıqlarda heç bir nəticə əldə eləməyiblər. Heç bir danışıqda heç bir nəticəni bu iki nəfər əldə eləməyib. İstəmirsən ki, danışıq alınsın, amma danışığa getməlisən, o xala-xətrun qalması məsələsi var da. Danışığa gedirsən, amma danışığın başlaması sənə lazım deyil. Uitkovla Kuşneri göndər. Bir-bir aləmi bir-birinə vırsınlar, qayıtsınlar, gəlsinlər. Üstəgəl 71 nəfərlik İran nümayəndə heyətinin danışıqlara getməsi və onlardan yalnız 3-ünün Arakçı, Qalibov və Mərkəzi Bankın şefi. 3 nəfərin danışıqlarda iştirak eləməsi də gülməlidir. Bilirsiniz niyə? 71 nəfərlik nümayəndə heyətindən minimum deyirəm, 60 nəfəri Sepahdan idi. Minimum 60 nəfəri Sepahdan idi və onların hər biri bir şey deyir. Təbii ki, Qalibov, Arakçı və Mərkəzi Bankın şefi onların çaldığını oynamalıydı. Onlar da yaxşı çala bilirlər və İran həcmində. Və onlar çaldığına görə bunlar da oynayırlar. Və salam. O nöqteyi nəzərdən danışıqlar baş tutmamalıydı. Danışıqlar da baş tutmalıdır.
Amma baş tutan nədir? Blokada baş tutacaq. Hərbi əməliyyatların baş tutması böyük ehtimalla mümkündür və bu nöqteyi nəzərdən yenə də vəziyyətin regionda gərginləşməsi gözləməyə dəyər. Düz indi başlayacaq saymağa ki, İran Amerikanın radarlarını vurdu, İran Amerikanı bəliyə vurdu. Mən sizinlə razıyam, amma trilyonlarla, söhbət həqiqətən trilyonlardan, trilyonlarla imkanı olan Amerika üçün 2-3 radarın itməsi, bir təyyarənin, 5 təyyarənin, 15 təyyarənin vurulması nə dərəcədə itkidir? Və onu da hesablayın da. Mənəvi cəhətdən bəli, İran qalib gəldi. Dirəndilər. Amma hərbi nöqteyi nəzərdən İran qalib gələ bilmədi. Amerika hərbi nöqteyi nəzərdən belə baxanda qalib gəldi, amma yenə deyirəm, operativ üstünlüyünü strateji üstünlüyə çevirə bilmədi. Bu Amerikanın məğlubiyyətidir. İranın məğlubiyyəti ümumiyyətlə bütün infrastrukturu itirməkdir. İsrailin ki, eyni ilə qarşısına qoyduğu tapşırıqları güya yerinə yetirsə də, rejimdə olan, mollakratiyada olan bütün şəxslərin məhvi, belə baxanda bir tərəfdən çalırlar bunlar da. Belə baxanda hər şey qaydasındadır. Yəni qarşılarına qoyduqları döyüş tapşırıqlarını yerinə yetiriblər. Üstünlüyü əldə alınıb. Xameneydən tutmuş hansı bir generala qədər hamını qırıblar. Şəkillərə baxırsan, vaxtı ikən 25-ci ildə hamısı bir yerdədir, 26-cı ildə şəkildə bir nəfər də yox. Hamısı qırılıb. Amma bu demək deyil ki, komandanlıq yoxdur. Orada bir var mərkəzləşdirilmiş komandanlıq, bir də var ki, ümumiyyətlə hər kəsə sən komandirsən və get nə istəyirsən, elə əmri verilir ha. Bax, İranda o sistem işləyir və o sistem işlədiyindən bu dəqiqə minimum deyirəm, minimum İranda əgər İranın ağ bayrağı qaldırmağı istəyirsənsə, patpolkovnikə qədər Sepahda olan hamısı qırılmalıdır. Patpolkovnikə qədər. Bu da təsəvvür neçə min adam eləyir. Silahlı qüvvələrdə, Sepahda, bəsiclərdə patpolkovniklər, polkovniklər, general-mayor, general-leytenant, general-polkovnik, bəlkə də mayorlara da bir əl gəzdirmək lazım gələcək ki, o raketlərin buraxıcı qurğuları tam sıradan çıxarılandan sonra heç kim komanda verə bilməsin. O da mümkündür. O nöqteyi nəzərdən İranın çox böyük plusları var və onlar o pluslardan əla istifadə edirlər. Blokadadan sonra İran növbəti hərbi əməliyyatlara gedəcəyimi ola bilər. Çünki onların verdiyi məlumata görə əgər Amerika Hörmüz boğazında blokada elan eləsə, Bab-el-Mandeb boğazı var. İkinci boğazdan söhbət gedir. Həmin o boğazı göstərin. Bax, söhbət bu Hörmüz boğazından gedirsə və burada İran əgər gəmilərin üzərində göstərir, əgər burada İran blokadaya alınsa bu zonada Amerika tərəfdən dərhal Yəmən Bab-el-Mandeb boğazı var. Bax burada. Bax bu boğazı bağlayacaq. Yəmən Husiləri İranla yaxşı bir söz var, cürruq edirlər. Və o nöqteyi nəzərdən bax burada da müəyyən problemlər yaranacaq. Çünki əslində qalsa buradan da fikir verin, Süveyş kanalı, Aralıq dənizi, Süveyş kanalından gəmilər gəlir, keçir, bax buradan. Və gəlib Bab-el-Mandeb boğazından keçəndən sonra artıq açıq dənizə çıxa bilirlər. Burada bağlansa, bax onda vəziyyət ağırlaşır. Buranı bağlamaq elə də çətin deyil əslində qalsa. Husilər orada söylər ki, bundan sonra buradan keçən gəmilərin hamısını biz vuracağıq və salam avtomatik bağlandı. Və İran da onlara dəstək ola bilər. Bu isə artıq növbəti hərbi əməliyyatların yeni mərhələsinin başlanması deməkdir. Belə, heç kim qalib gəlməyib və heç kim uduzmayıb. Sadəcə olaraq peşəkar bir boks yarışını götürün, 10 raundluq, 12 raundluq. 2-3 raund keçib. Hələ qarşıda raundların sayı çoxdur. Sonda kim nakauta düşəcəksə onu görə biləcək. Hələlik isə müharibə davam edir. Salamat qalın. Əsas oldu.